tarixdə də olub, tarixdə əslində tarixə baxsaq, o qədər ölkələr olub ki, illərlə bir-biri ilə məsəl üçün müharibə aparıblar, döyüşüblər. Hətta İngiltərə ilə Fransa 100 illik müharibələri var. Amma indi baxsaq məsəl üçün, hal-hazırda yəni sülh şəraitində normal, hətta belə deyək də, çox yaxşı bir vəziyyətdə münasibətləri var. Çox gözəl münasibətləri var həmən ölkələrlə. İttifaqdadılar hətta. Bəli, münasibətlərimizi normallaşdırmalıyıq. Amma bunun yanında tarixi unutmamalıyıq. Mən elə fikirləşirəm. Nə qədər də münasibətlərimiz yaxşı olsa, nə qədər də indi qonşuluq münasibətləri yaşasa da, biz hər zaman onlardan bir neçə addım irəlidə olmalıyıq və irəlidə olmaq üçün də dediyim kimi biz tarixi unutmamalıyıq. Biz köhnə münasibətlərimizi, müharibələrimizi unutmamalıyıq ki, bu hər an təkrarlana bilər. Hər sahədə, istəyir hərbi sahədə, istəyir təhsil sahəsində, bütün sahələrdə onlardan irəlidə olmalıyıq. Başqa dövlətlər kimlərsə ola bilər deyər ki, yox bu, məsəl üçün, qonşuluq münasibətlərinə ziddir, bu normal münasibətlərin yaranmasına ziddir. Mən hesab edirəm ki, ona fikir vermək lazım deyil. Biz öz xeyrimizi, öz mənafeyimizi, öz gələcəyimizi fikirləşərək hərəkət eləməliyik və o istiqamətdə mən hesab edirəm ki, xalq olaraq, millət olaraq, ölkə olaraq o istiqamətdə hərəkət eləməliyik.